ailə qayğı modeli uşaqların öz bioloji ailələrindən ayrılmadan onların ailə qayğısı ilə əhatə olunmasını təmin edən bir modeldir. Burada hər bir uşaq üçün fərdi inkişaf planı hazırlanır və bu planda uşağın ehtiyaclarına uyğun olaraq müxtəlif tədbirlər nəzərdə tutulur. Eyni zamanda uşağın öz bioloji ailəsinə qayıtma ehtimalını nəzərə alaraq müxtəlif tədbirlər həyata keçirilir. Himayədar ailə xidmətində uşağın yerləşdirdiyi ailədə valideynlərlə münasibəti, valideyn-övlad münasibətinə əsaslanmır. Burada əsas xidmət uşağın sadəcə ailə qayğısı ilə əhatə olunması və fərdi qayğını almasına yönəlikdir. Uşağın öz bioloji ailəsi, qohumları ilə görüşləri nəzərdə tutulmuşdur. Bu görüşlər müvafiq xidməti həyata keçirən qurum tərəfindən təşkil olunur və ümumilikdə himayədar ailə xidməti uşaqların həm emosional inkişafına, həm onların ümumi fizioloji inkişafına yönəlik bir xidmətdir. Müşahidələrimiz əsasında qeyd edə bilərik ki, uşaqların fərdi qayğını aldıqda ümumi emosional sferalarında, inkişaflarında və şəxsiyyət olaraq formalaşmalarında uğurlu nəticələr əldə edilir. Bir himayədar ailənin yaradılması üçün müxtəlif mərhələlər nəzərdə tutulmuşdur və bütün bu mərhələlərdə uşaq mərkəzli yanaşma sərgilənir. Belə ki, 7 yaşa çatmış hər bir uşağın fikri nəzərə alınır və 10 yaşına çatmış bir uşağın himayədar ailəyə verilməsi üçün razılığı tələb olunur. Uşaqlar oyuncaq və geyim deyil, bir ailə istəyirlər.